Azərbaycan teatrının ilk parodiyaçı aktyorlarından biri Rıza Darablı olub. O təkcə istedadlı aktyor kimi deyil, həm də səhnəyə gətirdiyi fərqli üslubla tanınıb. Parodiya janrında oynadığı rollar onu tez bir zamanda tamaşaçıların sevimlisinə çevirib. Amma Rıza Darablı yalnız güldürən aktyor değildi. O dram, faciə, komediya, opera və operettada da eyni ustalıqla çıxış edirdi. 1883-cü ildə Bakıda anadan olan Rıza Darablı əvvəlcə mədrəsədə, sonra isə Türk-Rus məktəbində oxuyub. Teatra olan marağı onu 1911-ci ildə Nicat Mədəni Maarif Cəmiyyətinin truppasına gətirib. Əvvəlcə səhnədə kiçik, sözsüz rollarda çıxış edib. Amma 3 il sonra artıq müntəzəm şəkildə tamaşalarda iştirak edirdi. O teatr aləmində Darablı təxəllüsü ilə tanınmağa başlayıb. Bir müddət adını Darablinski kimi də yazdırıb. Əməkdar artistin yaradıcılığını iki dövrə bölmək olar. 1919-cu ilə qədər olan və ondan sonraki illər. Birinci dövrdə o əsasən komediya və operettalarda oynayıb. Arşın Malalan və Məşədi İbad tamaşalarında Vəli və Hambal rolları ilə tamaşaçıların yaddaşında qalıb. Amma Rıza Darablı yalnız bu janrda qalmayıb. Ağa Məhəmməd Şah Qacar, Dağılan Tifaq, Pəri Cadu kimi faciəvi əsərlərdə də güclü obrazlar yaradıb. Xüsusilə Cəlil Məmmədquluzadənin Ölülər tamaşasında Şeyx Nəsrullah obrazı onun aktyorluq bacarığını tam göstərən rollardan biri olub. 1919-cu ildən etibarən o indiki Milli Dram Teatrının əsas aktyorlarından birinə çevrilib. Rıza bəy daha da peşəkar olmaq üçün 1925-28-ci illərdə Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil alıb. Rıza Darablı geri döndükdən sonra isə daha da püxtələşmiş aktyor kimi səhnəyə qayıdıb. Bundan sonra onun yaradıcılığında ciddi dramatik rollar üstünlüyü təşkil etməyə başlayıb. Rıza Darablı Hüseyn Cavidin İblisində İblis, Şeyx Sənanda Şeyx Sənan, Cəfər Cabbarlının Od Gəlinində İbad, Süleyman Sani Axundovun Eşq və İntiqamında Əli Mərdan kimi obrazlarla teatr tarixində silinməz iz qoyub. Əməkdar artist teatrla yanaşı film sahəsində də çalışır. Rıza Darablı Kəndlilər və Səbuhi filmlərində rollar alıb.